Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev. Bir zavod direktoru özünə mühasib axtarır. Yəni bildiyimiz bu xaldır. Ən tanınmış mühasiblərdən birini tapır. Direktor deyir, 2 vur 2 neçə edər? Mühasib gülüb deyir, əlbəttə 4. Direktor deyir ki, bunu qovun, bundan mənə mühasib çıxmaz. Yenə bir tanınmış, savadlı bir mühasib tapırlar. O da eyni suala eyni cavab verir. Deyir, 2 vur 2 4 edər. Onu da qovurlar. Axırda kənd kolxozlarında mühasib işləmiş birini tapırlar. Direktor soruşur, a kişi, 2 vur 2 neçə edər? Hiləgər mühasib deyir, 2 vur 2-nin cavabı direktorun istəyindən asılıdır. Direktor istəsə 5 də edər, istəməsə 4 edər, əmr etsə lap 6 da edər. Və bu mühasibi işə götürürlər. Bugün riyaziyyatı sevməməyimiz əslində bu cəmiyyətin dürüstlükdən, dəqiqlikdən uzaq olmasıdır. Riyaziyyat elmlərin şahıdır. Riyaziyyatçılara Nobel mükafatı verilmir. Çünki Nobelin həyat yoldaşı riyaziyyatçı olub. Nobel həyat yoldaşının dəqiqliyindən, dürüstlüyündən o qədər bezib qorxub ki, onun şərəfinə yalnız riyaziyyatçılara bu mükafatı verməməyi nəsihət edir. Merimiz keçmiş Abu Talıbovda, Tofiq Qasımov keçmiş Xarici Nazirimiz, Təhsil Nazirimiz Misir Mərdanov, mərhum xalq artisti Həsən Məmmədov, mərhum KVN ulduzu Anar Məmmədxalı və s. və digər şəxsiyyətlər riyaziyyatçı olublar. Və bugün Milli Məclisdə də, bütün sahələrdə də kifayət qədər riyaziyyatçılar var. Bu arada riyaziyyatı sevin. Amma riyaziyyatçı olmağa hələ tələsməyin. Nə zaman bu cəmiyyətdə haqq, ədalət, dürüstlük bərpa olar, onda riyaziyyatçı olarsınız. Rəyləriniz maraqlıdır.